Dünən bu xaricdən Almaniyadan gətizdirdiyimiz 400 euroya olan ana arı barəsində video çəkiliş edib paylaşmışdım ki, biz yerli cır arılarla işləmirik. Biz xaricdən gətizdirdiyimiz damazlıq arı ailəsi ilə işləyirik. Hansı ki bu damazlıq arılar seleksiya olunmuş arılardır. Yəni məhsuldarlığı yüksək olan arılardır. Yəni biz cır arılarla işləmirik bizim. Söhbət Qafqaz arılarından getmir. Amma bir çox insanlar həmişəyi kimi, yəni məni gözü götürməyən insanlar rəy bölümündə gözləyirlər həmişəyi kimi. Fürsət tapan kimi dərhal başladılar rəylər yazmağa ki, deməli sizin balınız da xaricdən gətirdiyin heyvanların südü qədər keyfiyyətsizdir. Xaricdən gələn meyvə tərəvəzlər qədər keyfiyyətsizdir. Görürsünüz ki, özünüz xaricdən gələn xiyar, pomidor, ümumiyyətlə hər bir tərəvəzlər, yəni bizim iqlimə uyğun olmadığı üçün keyfiyyətsizdir. Ən məsləhətlisi bizim yerli məhsullarımızdır. Razıyam, sizlə razıyam. Amma bu xiyar, pomidor deyil. Bu inək deyil süd versin. Bu arıdır, bal versin. Deyəcəksiniz ki, nə fərqi var? İndi mən sizə izah edeyim. Ümumiyyətlə, bu arının bal əldə eləmək prosesini bilən insanlar bu söhbəti eləmir. Bu söhbəti kim edir? Mənim babam da arı saxlayırdı, mənim nənəm də arı saxlayırdı, mənim qonşum da arı saxlayır, mən də arı görmüşəm uşaqlıqdan, bu söhbəti edən insanlar. Amma bunun dərindən arının necə bal toplayıb, necə əldə eləməsini onlar bilmirlər. Gəlin mən sizə izah edeyim. Baxın, arı bir canlı bir varlıqdır, sanki bir robot kimi. Arı gedir, güllərin, çiçəklərin üstündən nektarı götürür, yəni nektar bala çevrilməyən vəziyyətidir, çiçəyin içərisində olan. Deməli, çiçəyin içərisindən götürür və ondan sonra pətəyə qayıdır. Pətəyə qayıtdıqdan sonra digər arılarla ağızdan ağıza həmin nektarı ötürərək öz ağız ferment sularını bala qatırlar. Çünki arının 2 ədəd mədəsi var. Bir həzm üçün nəzərdə tutulur. Bir də daşınması üçün nəzərdə tutulur. Yəni bu həzmə bunu göndərməyib zapaz bak deyək də sizə daşınması üçün olan bakın içərisində saxlayırlar və ağız ferment sularını qatırlar. Yəni bu fermentləri balla qatışdırandan sonra bir neçə ədəd arıya ötürüb, onlar da o ağız ferment suyunu qataraq ondan sonra şanın içərisinə, gözünün içərisinə depoluyor və ondan sonra da qanat çırparaq balın su faizini çıxarırlar. Yəni ventilyasiya sistemi ilə qanat çırpırlar, pətəkdən suyu buxarlandırırlar. Yəni arının rolu nədir? Gedir, çiçəkdən gətirir, pətəyin gözünün içinə yığır və ventilyasiya edir, suyu buxarlandırır. Yəni arının etdiyi iş budur. Burada başqa bir elədiyi bir şey yoxdur. Yəni bizim görə bildiyimiz və oxuduqlarımız bunlardır. Fikirləşə bilərsiniz ki, bəs nəyə görə xaricdən gələn arılar daha çox bal əldə eləyir və bizim yerli arılar bal toplamır? Yerli arı dedikdə mən Qafqaz arısı nəzərdə tutmuram. Əzizlərim, Qafqaz arısı çox gözəl bir arıdır, sözsüz ki. Təəssüf ki, bizdə Qafqaz arısı artıq yoxdur. Bəzi insanlar özlərində Qafqaz arısının olduğunu söyləyirlər. Yəni Qafqaz arısı savadlı hər bir kəs, arıçılıqdan məlumatı olan hər kəs bilir ki, Azərbaycanda Qafqaz arısı qalmayıb. Nəyə görə qalmayıb? Çünki o sizin dediyiniz var, nənəm arı saxlayırdı, babam arı saxlayırdı. Bu genofondu pozan siz olmuşsunuz, biz olmamışıq. Mən bu xaricdən arını gətirdirməyimin səbəbi odur ki, sizin nənələriniz, sizin babalarınız, sizin keçmişiniz deyirsiniz, bizim babalarımız arı saxlayıb. Sizin babalarının pozduğu genofondu, biz bugünkü günü bal götürə bilmədiyimiz üçün cır arılardan, Qafqaz arısı olmadığı üçün məcburən xaricdən arı gətiririk özümüz üçün. Xaricdə çünki arıları seleksiya edirlər. Onlar genofondu qoruyublar. Onlar ən məhsuldar arını seçib illərlə bunun üzərində işləyiblər. Və biz hazır halva bu arıdan alırıq. Sözsüz ki, əgər bu xaricdən bizə arılar gəlməsə, bizim arıçılığımız demək olar ki, bitdi. Çünki yerli arılar bizə 7 kilo, xaricdən gələn arılar isə 15-20 kilo bal verə bilir. Yəni bu hər kəs tərəfindən qəbul olunur. Çünki Azərbaycanda barmaqla göstərilən bütün savadlı və böyük təsərrüfatı olan arıçılar ancaq bu arı ilə işləyir. Əslində bunu reklam eləmək mənim üçün ziyandır. Əslində mən belə xırdaçılıqlara getmirəm. Çünki hər kəsin bir qisməti var. Bunu əslində saxlayıb, bu parodanı illər əvvəl saxlayıb sizə Qafqazı tərifləyənlər, yerli arını tərifləyənlər çox sayda insanlar olur. Amma mən sizə göstərirəm ki, bu arılar sizin üçün çox böyük məhsuldarlıqda nəticə verəcək. Mən ana arı satmıram. Mən arı ailəsi ümumiyyətlə satmıram. Bunu özüm üçün gətirmişəm və yaxın dostlarım üçün gətirmişəm. Mən bunu paylaşıram ki, əzizlərim, əziyyət çəkirsiniz, zəhmət çəkirsiniz, normal bir arı saxlayın.
Baxın, sizə nəyə görə izah etməyiblər ki, belə bir cins arılar var ki, məhsul əldə etmək olur. Nəyə görə belə bir parodan sizə məsləhət görməyiblər? Çünki istəmirlər ki, sizdə güclü arı ailəsi olsun. Sizdə olan məhsuldar arı ailəsi mənim üçün məhsulumun azalması deməkdir. Çünki bir əraziyə bütün arıçılar yığılanda həmin ərazidə misal üçün 10-15 ton təbiətin verə bildiyi bir bal var. O ərazidə sənin arıların da güclü olanda, digər yoldaşların da arıları güclü olanda o arılar gedib həmin təbiətdən bal toplayır və mənim məhsuldarlığım istər-istəməz azalır. Deməli, baxın, sizin arınız zəif olanda bizim məhsuldarlığımız artır. Və həmçinin sizin balınız əlinizdə az olanda siz sata bilmirsiniz, biz satış edə bilirik. İzah edə bildim sizə. Və bu arada da deyim ki, bu arını mən paylaşanda belə bir xaricdən arı gətirmişəm. Sizə məsləhət görəndə rəy bölümündə bir çox insanlar şəkil də atdılar, rəy də yazdılar ki, biz bu arını səndən 10 il əvvəl gətirmişdik. Yəni sən bugünkü günü gətirmisən. Yəni demək istəyirlər ki, biz səndən yaxşı bilirik, yaxşı bilirsiniz. Yaxşı arıcı idiniz. Bəs nəyə görə cəmaatla Qafqaz yerli arı tərifləyib siz özünüz bununla işləyirsiniz? Nəyə görə mən paylaşınca heç kim paylaşmırdı bunu? Sözsüz ki, çox sayda arıcılarımız olub paylaşan, söhbət gedir həmən rəy yazan insanlardan. Niyə paylaşmırdınız? Çünki siz bilməyini istəmirdiniz. Siz istəmirdiniz ki, digər insanlar da bu məhsulu götürə bilsin. Ona görə mən həmişə deyirəm, Allah hər kəsin ürəyinə baxıb versin. Mən bu işdə düzgün olduğum üçün, həmişə sizə düzünü izah etdiyim üçün, həm bal olsun, həm arı olsun, bütün bu mövzuda düzgün danışdığım üçün ona görə hər kəs mənə etibar edib məndən bal alır. Bax siz belə fırıldaqçılıq nə qədər edəcəksiniz, nə qədər ki düzgünlük sizdə yoxdur, heç vaxt bu bal satışı da edə bilməyəcəksiniz. Həmişəki kimi ancaq onun bunun videolarını izləyəcəksiniz və ona buna söz atacaqsınız, atmacalar atacaqsınız. Başqa heç nə edə bilməyəcəksiniz.